Salam, sabahınız xeyir. Gününüz uğurlu və xeyirli keçsin. Bugün hava elə gözəldir ki, istədim həm eyvanı təmizləyəm, həm də qışdan qalıb xarab olan güllərim var ki, onların kökündən çıxardıb təmizləyəm. Budur, yarpaqları qalan, yaşıl olan yarpaqları saxladım. Bu isə limon ağacıdır, çəpdəkdən əkmişik. O da bitmişdi, yaxşı böyüyüb, amma heyif ki, qışın sərtliyindən quruyub yarpaqlar, saralıb. Belə kəsirəm, o qədər tikanlıdır ki, əli incidir, ələ batır. Məcburiyyətdən belə təmizlədim. Burada isə yenə eyvanı təmizləyirəm, amma heyif ki, bir əlimdə telefon, bir əlimlə süpürmək mənim üçün çox çətin olurdu. Biraz çəkmişəm, elə də pəncərənin qabağında yuyuram burada. Sadəcə su tökməyimi göstərirəm, çünki çətindir mənim su tökmək. Bunu da, bu etajerkanı da yuyuram dibçəklər üçün. Bu çox yaxşı bir şeydir, nə qədər dibçək yerləşir. Bunları da bir sildim, iplərini yudum, sildim, təmiz oldular. Yaxşı ki, bunu düzəltdirmişik. Heyif ki, bu illəri güllərin əksəriyyətini evə qoymadım, çünki yer də yox idi. Düşündüm ki, dözümlü güllərdə qalacaqlar. Soyuğa davamlı olacaq. Burada da yenə şkafın üstünü silirəm. Hər təmizlədikcə adama xoş gəlir. Çox sevirəm ki, eyvanım yaşıllıqla dolu olsun, hər tərəf gül, çiçək olsun. Mənim güllərim çox idi. Hətta əvvəlki videolarımda da çəkib paylaşım etmişdim. Bəzi güllər var idi ki, zirəgülçülükdən almışdım. Heyif ki, onların əksəriyyətinə düzgün baxa bilmədim. Bu da təmizlədim artıq, dibçəkləri də yığdım etajerkaya. Baxın, heyif yenə də deyirəm, çox az qalıblar güllərim. Bu İnşallah yenilərini alacağım, güllər. Çünki yenə də deyirəm, sevirəm yaşıllığı. Bunlar isə kalendar meyvə ağaclarıdır, alma ağacıdır. Nar ağacıdır, zeytun ağacıdır. Bunları əkəcəm, bu da əkmək üçün göstərişdir, necə lazımdır. İlk öncə xurma ağacını əkirəm. Xeyirli olsun, inşallah bar gətirər. Toxumlar içəridədir deyə sadəcə üstünü torpaqla örtüb üstünə su vuracam. Və bir gündən bir sulayacam. İnşallah yaşıllaşsınlar, sonra götürüb bağa əkəcəm. Belə bu qədər. Belə videolarımı bəyənirsinizsə, səsli videolarımı, sizdən bir xahişim var. Bəyənin, şərh bölməsində öz fikirlərinizi yazın. Hansı videoları görmək istədiyinizi yazın. İnşallah mən də gələn videolarda sizin istəklərinizə uyğun videolar çəkərəm. Sizin bəyənməyiniz mənim üçün bir motivasiyadır. Bu qədər, sağ olun, hələlik gələn videolarda görüşərik.